Allah Teala Kur'an-ı Kerim'de ayetleri oxumağıyla ayetleri öyrətməyi aydındır, ayırıb. Məsələn, Allah Teala buyurur ki, o deyir, o sizin içinizdən sizə Rasul göndərdi. Yetlu aleykum ayatihi. Sizə ayətləri oxuyur və yuallimukum və öyrədir. Kitabə vəl hikmə. Kitabı və hikməti. O sizə Allahın ayətlərini oxuyur. Oxudu. Oxumağını hamı eşitdi. Amma öyrətmək lazımdır. Nədir? Və ən mühüm, hansı ki bu ayə, indi oxuyacağım ayə Bəqərə surəsində, bu ayəni lüğətlə götürsək, biabırçılıqdır. Allah Teala buyurur ki, yəsəlunəkə anil məhid. Səndən heyz barədə soruşurlar. Yəni, qadınların aylıq halından. Allah deyir ki, fə'təzilun nisəə fil məhid. Qadınlar heyz olanda onlardan uzaq durun. Lüğətlə i'təzələ feili uzaqlaşmaq deməkdir. Fə'təzilun nisəə fil məhid. Heyz olanda qadınlardan uzaq olun. Ərəb dilində i'təzələ feili yaxınlıq eləmək mənasında deyil. Uzaqlaşmasa, mötəzillər o addan gəlib. Həsən Al-Basrinin məclisindən uzaqlaşanda dedilər, i'təzəlu. Uzaqlaşdılar, adları qaldı mü'təzilə. Uzaqlaşanlar. Onlara görə gərək qadın heyz oldu, çıxasın evdən. Və'təzilun nisə fil məhid. Allah deyir, qadınlar heyz olanda uzaqlaşın onlardan. İndi metri tapsınlar nə qədər? Neçə metr uzaq duraq? Allah qadını da, qardaşlar, qadını da şey deyib, qadın, ata, ana, bacı, yoldaş, qızın, gərək hamısında vaxtı biləsən bunlara görə. Çünki Allah deyir ki, fə't əmirdir. Fə'təzilun nisə fil məhid. Qadınlar heyz olanda uzaqlaşın onlardan. Onlara yaxınlaşmayın. Hətta təmizlənənə qədər. Gərək bir həftə gəlməsin. İndi təsəvvür ki, evdə də 3-4 dənə qadın varsa, hərəsi bir vaxt düşsə, aylar gərək gəlməsin o evə. Yəni, hərəsində bir həftə ara olsa, bu həftə bunda bitəcək, o birisində başlayacaq, o birisində sən gələ evə girməyəsən. Çünki Allah deyir ki, fə'təzilun nisə. Sən lüğət kitabında i'tizəl feilini uzaqlaşmaq, cimə, yaxınlıq mənasını tapa bilmərsən. Çünki o başqa feildir, bu başqa feildir, bu başqa mənadır, o başqa mənadır. Aydındır? Nə deməkdir burada qadınlara yaxınlaşmayın heyz vaxtı? Yəni, yaxınlıq eləməyin. Aydındır? Hardan bilirik? Peyğəmbər sallallahu aleyhi ve sellemlə. Yəni, o necə yaxınlaşmalıdır? Peyğəmbər elədi. Necə uzaqlaşmalıdır? Peyğəmbər elədi. Ayşə anamız dedi ki, radiyallahu anhə, biz aylıq olanda Peyğəmbər bizim yanımıza gələrdi, bizə toxunardı, belə. Lakin şey eləməzdi. Yəni, hansı ki, o cimadır, yaxınlıqdır. Aydındır? Ona görə sən lüğətlə izah eləyəməyəsən Qur'anı. Ağlınla izah eləyəməyəsən, eləyəsənsə də sənin ağlını deyinirəm. İbn Abbas səndən yaxşıdır. İbn Məsud səndən yaxşıdır. Onlar daha gözəl bir ərəbcəni. Sən heç Qur'an oxuya bilmirsən. Qur'anı düzgün oxuya bilmirsən. Nəyin ki, onu başa düşəsən. Aydındır? Belə desə, yox, əgər demisən ki, Qur'an qalsın insanların ağlına, hamı oxusun, necə başa düşsün. Allah təala buyurur ki, bilmədiklərinizi bilənlərdən soruşun. Yönəldib Allah bizi elm adamlarına, bilənlərə. Aydındır?